Çox dəyərli Əqrəb bürcü, videoya xoş gəldin. Nisan, yəni aprel 2026-da səni nələr gözlər? Mən karma astroloq və çox gözəl bir orakuldan, dəstədən istifadə edirik. Nisanda, apreldə, xüsusilə də karyerada səni hansı enerjilər gözləyir? Əqrəb bürcü insanı öncəliklə sənin ayağa qalxacağını, güclənəcəyini və sənin bilmirəm amma nə edəcəksən, nəyi yaradacaqsan, hamıya rəğmən, hər şeyə rəğmən baxmayaraq biriləri istəmirsən, nə isə edəsən, dəstəkləməyənlərin var, amma sən təksən və bacarırsan, edirsən, görsən burada da sənin para kraliçası enerjin var. Yəni sən pulu, paranı həyatına çəkə bilirsən. Bəli. Və hətta biz görürük ki, sənə müəyyən bir təkliflər olacaq, hətta sənə yardımcı olmaq istəyən insanlar olacaq. Bir sözlə evrən, enerji, ilahi, karma, artıq nəyə istəyirsən istinad edək, fərqi yoxdur. Kimya deyək, səndən yanadır, sənə tərəfdir. Sənin uduzduğun bir şeylər təkrar gündəm ola bilər. Sən nəyisə qazanmaq üçün, sən özünü, gücünü isbatlamaq üçün bir aslana çevriləcəksən, sənin qollarına güc gələcək, həyatına səni gücləndirəcək amillər və ya insanlar daxil olacaq. Heç nə təsadüf deyil. Məhz sənin güclənmən və sənin bir şeylər qazanman üçün indidir vaxt və hətta dediyim kimi sənin tək başına bir şeyin nail olduğunu, tək başına evmi alırsan, maşınmı alırsan, tək başına işmi qurursan, biznesmi qurursan, amma möcüzələr yaratdığını görürük. Çünki sən para kraliçasısan, sənin olduğun yerdə pul var və bu sənə doğru gələn böyük bir maddi axışın göstəricisidir bu kart. Və eyni zamanda da biz görürük ki, qarşılıqlı paylaşma, bölüşmə, kimsə səninlə gücünü, pulunu, enerjisini paylaşacaq, bölüşəcək, eləcə də sən də biriləri ilə. Yəni kimləsə ortaq ola bilərsən ya da kimləsə qazancını bölə bilərsən, kimləsə bölüşə bilərsən. Bir də ədalət, justice, yəni ədalət. Bu kart mənə icazə verir deyəm ki, bütün ay boyunca ədalət sənin başının üzərində olacaq. Yəni çox ayağına daşlar dəyə bilər, çox qapılar bağlana bilər, çox maneə ola bilər, amma bütün hallarda ədalət qalib gələcək, səndən yana olacaq. Nə olursa olsun səni durdura bilməyəcəklər və sən hamı səni sadəcə heyranlıqla izləyəcəklər. Sən bilmirəm nə edirsən, amma çox möhtəşəm bir enerjin var və çox möhtəşəm bir axışa daxil olacaqsan aprel ayında, xüsusilə də ilk 10 günündən sonra. Özünü də inana bilmədiyin möcüzəvi şeylər baş verəcək. Sənin pul, para, karyera həyatınla bağlı, bir də ki, arzusunda olduğun şeyləri, maddi şeyləri həyata keçirməyə başlayacaqsan. Bu kartlar da öz-özünə açıldı. The Star, ümid, destar, fərqlənmək, yıldız olmaq, Page of Cups, yəni ki, sən xəyalında olan bir şeyin gerçəkləşməsi ilə bağlı ümidin var. Amma deyirsən ki, indiyə qədər zəhmətlərim boşa çıxıb, hətta eyni anda bir çox işə girişmişəm ya da bir çox yerə əlimi qolumu atmışam ki, o şey yansın, amma hamısı boşa çıxıb. Ümidsizsən, amma ümidsizliyə qapıldığın hər nədirsə, məhz Nisanda həyata keçəcək. İndi isə gəlin sizin şəxsi həyatınızla bağlı, yəni aşkla bağlı baxaq görək hansı enerjilər aktivdir. Bu orakuldan seçəcəyik. Bürclərlə ən gözəl bürclərlə yaxşı qarışdıraq işlədiyimiz orakuldur. Əqrəb bürcü insanı, Nisan, şəxsi həyat, sevgi həyatı, hansı enerjilər var? Əqrəb bürcü insanı. Bu kartın adı artistdir. Yəni səhnədə oynayan, teatral göstəriləri olan bir insan və xəbər göndərir Hermesdən. Bu kraldır, aktyordur, bu isə xəbər aparan şəhçidir, Hermesdir adı. Kart bizə demək istəyir, bir yalançıdan, bir artistdən, çox gözəl oyunlar oynamağı bacaran birindən xəbər ala bilərsən.
və xəbər ala bilərsən, ümidlərə qapıla bilərsən, gözlənti içərisinə girə bilərsən, yaxud o insan təkrar yadda sala bilərsən, düşünə bilərsən, meylin ola bilər o insan, amma bil, sırf yəni bu insan kimdir? Bir artist. Sadəcə səhnədir hər şey, sadəcə göstərişdir hər şey. Burada da yenə nə deyir? Sənə diqqətli olmanı tövsiyə edir kart, xəbərdə müdrik ol deyir. Və bu ayrıldığınız ya da uzaq məsafədə olduğunuz, bəlkə başqa bir yola gedib, bəlkə uzağa gedib, bəlkə ayrılmısınız, bəlkə hazırda küslüsünüz. Amma o arada kimlərsə aracı edə bilər, xəbər göndərə bilər ya da özü bir şəkildə sizlə əlaqə saxlaya bilər, əlaqəyə keçə bilər. Ya da bilmirəm, sizə nəyisə yalan danışır, könlünüzü almaq üçün. Bilirsiniz, hətta bu evinizdəki insan belə ola bilər, həyat yoldaşınızdır ya da yeni insanla tanış olacaqsınız. Bu insana amma bir sözlə bizim gözümüz su içmir. Çünki bu insanın enerjisində bir yalana bürünmək, bir yalana alət olmaq, sizə bir rol oynamaq var və təbii ki, əqrəb bunu hiss edəcək, hiss etməlidir də, diqqətli olsun. Yəni başqa nə gəlir? Əqrəb bürcü insanı eşini dəyişə bilər, partnyorunu dəyişə bilər. Əqrəb bürcü insanı problemlərdən, problemli insanlardan qaça bilər, uzaqlaşa bilər, anidən bitirə bilər və bitirməsə də belə ən azı əqrəb bürcü insanı çox ağır şərtlərlə davam edə bilər münasibətə. Yəni qarşı tərəfə artıq mən buyam, yaxud da mən filan şərt daxilində davam edirəm ya da etmirəm fikrini deyə bilər. Çünki əqrəblərdə sonlandırmaq enerjisi çox güclüdür. Başını ağrıdan insan, problem nə varsa konkret onu kökündən bitirmək istəyir Nisanda. Artıq özünü kimsəyə görə yormaq istəmir əqrəb. İndi keçək sizin sağlığınıza. Baxaq sağlıqda nə var? Sağlıqda nə var? Lenormand, bu da çox məşhur, gözəl bir orakuldur. Sağlıqda aydınlanma yaşayacaqsınız. Sağlıqda müalicədən qaçan bir əqrəb enerjisi var. Müalicədən qaçır, istəmir, xəstəxana enerjisindən qorxur, müalicədən qorxur, qaçır, yayınır. Amma qaçmaq lazım deyil. Aydınlanacaqsınız. Aydınlanmaq o deməkdir ki, yəni şəfalanmaq deyil bu arada, aydınlanmaq, sağalmaq deyil. Sadəcə bilgilənəcəksiniz öz bədəninizlə bağlı, bilgilənəcəksiniz öz belə deyək də, sizin orqanizmla bağlı narahat edən məsələlərlə bağlı biləcəksiniz ki, sizdə bu var imiş. Bir də pis vərdişlər, içkidir, çox aşırı yağlı qidalanmadır, gecə yuxusuzluğudur. Hiss edirəm ki, sizdə bioloji saatda da, yəni bu orakul imkan verir demək ki, bioloji saatda gecə ilə gündüzü qarışdırmaq, yuxusuzluq, gərginlik, əsəbilik, nevrozluq, bax belə şeylər baş qaldıra bilər. Çox diqqətli olaq. Bir də hansısa bir xəstəliyimizlə bağlı bilik əldə edə bilərik də, informasiya ki, bizdə bu var. Qorxulu bir enerji yoxdur, sadəcə bir informasiya ala bilərik ki, bizdə bu var. Və nəhayət çox sevdiyim bir dəstədən istifadə edək. Oşonun orakulundan baxaq görək hansı yolu seçməliyik, yəni nəyi etməliyik. Aha, nəyi isə etməməliyik. Nəyi isə etməməliyik. Öfkə, sinirlənmək, partlamaq, öfkəli, qəzəbli reaksiyalar vermək, qəzəbi bildirmək. Bunu eləməyin. Nəyə görə eləməyin? Çünki bu müəyyən şeyləri sizin həyatınızda yarımçıq qoya bilər. Sonradan çox peşman olduğunuz hərəkətlər edə bilərsiniz, sözlər deyə bilərsiniz. Çox diqqətli olun. Çünki hiss edirəm ki, belə içinizdə olacaq. Birilərinə bir şey deyəsiniz, sərhədlərinizi göstərəsiniz. Artıq mən buna tabe olmuram, mən bunu istəmirəm kimi hallar olacaq, amma bunu kontrol eləməyə bacarın və sizə nəyi etməlisiniz? Siz çox sizi belə bir hiss edirik ki, əlinizi qolunuzu çırmalayıb, elə illa nə eləsə məşğul olum deyib, dəxilsiz şeylərə və yaxud dəxilsiz insanlara enerjinizi xərcləyə bilərsiniz. Bəzi boş ümidlərin, belə xəyalların, kimsəsi nəsə deyir, nədənsə danışır, xəyallar ölkəsi, xəyallar nə bilim, şəhəri filan, bəzi şeylərin arxasınca qaçmaq fikrinə düşə bilərsiniz filan. Amma enerjinizi boş şeylərə xərcləməyin. Bir də sizə yaxşı pullar, yaxşı maddiyat gələcək. Çalışın, onun qədrini bilin. Bu ayda olan bu ayda qalır. Yenə də boş yerlərə xərcləməyin. Nə pul, nə enerji. Və bir də sonuncu bir kart seçək.
baxaq görə sizin genel, yəni ümumi enerjinizi nə təşkil edir? Nə hiss edirik? Hansı enerjide qalacağınızı hiss edirik ay ərzində. Ay çox gözəl. Beklenti, sizin gözləntiniz var nə ilənsə bağlı. Nəsə gözlənti var. Nəsə gözlənti var, bir beklentiniz var, kimisə gözləyirsiniz. Ya da nəyinsə olmağını gözləyirsiniz. Ya da nəyinsə fikrinizdə tutmusunuz ki, filan şey olsun artıq, mən də bir rahatlayım. Canım rahatlasın, bəs olacaqmı? Siz çox tək hiss edirsiniz bu arada, çox boşluqda hiss edirsiniz və deyirsiniz, o şey olmayınca, o şey baş verməyincə mən elə boşluqda da qalacağam. Mən qorxuram, özümü itirim, yolumu itirim. Mən qorxuram, bu boşluq hissinə görə bir çox şey itirim. Hətta mən sizi ailə üzvlərinizlə belə bir yola getməməzlik, dava, söz-söhbət, anlaşa bilməmə, bir aqressiv davranma, bir çırpıntı, yəni kimsə mənə toxunmasın falan kimi hallarda da hiss edirəm və sədaqət və güvən, bütün bunları necə bərpa edəcəksiniz, bütün bunların öhdəsindən necə gələcəksiniz və yaxud da sizin gözləntiniz hansı halda özünü doğruldacaq, mən sizə deyim. Sizə ciddi mənada səmimi olan, sizin üçün fədakarlıq edən, yanınızda olmaq istəyənə güvənəcəyiniz halda. Yəni sizin ən çox güvəndən bağlı probleminiz ola bilər, güvən probleminiz ola bilər. Doğru insana sadəcə güvənmək lazımdır. Doğru insana, başqa insanlar sizi özünə tərəf çəkə bilər, təsir edə bilər. Amma məhz doğru və sizin üçün fədakarlıq edən insana güvənərsəniz, həm boşluqdan çıxacaqsınız, həm də bəklentiniz özünü doğruldacaq. Yəni əlavə əziyyət çəkmənizə ehtiyac qalmayacaq. Bu qədər dəyərli əqrəblər, sizləri çox sevirəm. Gələn göstərədə hələlik.